Biebercella'ya, yəni Coachella'nın ikinci gününə xoş gəlmisiniz. Bu gün Justin Bieber çıxış eləyir. Dağıl ey dünya. 13 il əvvəl qulaq asanlara ərgən deyən Mahir bu gün ən qabaq sıradan Justinə qulaq asacaq. Günə enerji dolu başlayıram öz möhtəşəm rəqsimlə. Sonra isə bu qaqaşları gördüm. Pink Panther'in çıxışında olacaq oğlanlarıymış. Bundan əvvəldə məşhur Viner'i gördüm. 20 milyondan çox takipçisi var. Şəkil də çəkdirdim ki, sizə göstərim. İlk gedəcəyim Mahmud Orxandır. Dinləməyə getmək istəyəndə səhvliklə Ukraynalı DJ Zulanın səhnəsində özümü tapıram. Əlaydı amma yaxşı ki, səhvliklə də olsa getmişəm. Mahmud Orxan üçün fəx yerə girdim. İndi qayıdırıq Mahmud Orxan əsl olduğu yerə. Burada da Azərbaycanlı olduğumuzu göstəririk ki, Mahmuda, yəni bura dəstək olmağa gəlmiş idi. Yəni türkü qürbətdə dəstəklər. Mahmuddan çıxanda da Addison Rae'nin yanından keçirəm. Biraz dinlədim. Axırda da sevməyənlərinə bir qəşəng yağlı söyüş söyüb getdi. Və onun yanından da keçəndə elə belə qulaq assım, amma əsas son bura qulaq asmaq istəyirəm. Bir mahnısı var ki, 100% eşitmisiniz. Hələ bir qulaq asın. Sombur bitəndən sonra isə gedirəm Afrojack'a qulaq asmağa. Sonra da eyni səhnədə David Guetta olacaq. Uşaqlığımızın əfsanəsi. David Guetta səhnəyə Jennifer Lopez'i gətirdi hələ qonaq olaraq. Yəni bura belədir də, gözləmədiyiniz şəxslər hər yerdən çıxa bilər. Dünən hələ biri səhnəyə Snoop Dogg'u çıxarmışdı. Və gedirik Justin Bieber'a. Ondan əvvəl o səhnədə Strokes qrupu var. Biraz onu dinləyirəm. Və Justin gəlir. Justin konsertində mırtlaşır, YouTube'dan videolar açır. Sizə mənim YouTube videomu da açacaq. Başda düz elə bildim, maraqsız keçəcək, yola verəcək. Çünki kapşonu da taxıb elə gəldi ki, yəni dedim 100% bir iki mahnı oxuyub gedəcək. Sonra yox, qaqam bu anı gözləyirmiş, 10 milyonda pul alıb.